Vardı bizim femin azlıqla bağlı. Həmin dinləmənin deməli suallarına baxağın. Mən hər ehtimala onun mətnini də bura əlavə etmişdim. Elə izahda bizə lazımdır bu. Gəlin oxuyaq, tərcümə eləyək birinci. Deməli, təbii ki, siz onu dinləyibsiniz, amma mən mətndən oxuyuram ki, sizə daha rahat olsun. Dinləmənin mətnidir. There is no way that famine should be a problem in today's world. Deyir ki, acılığın bugünkü dünyada problem olmaması üçün bir yol yoxdur. Yəni, aclıq bir problemdir bu mənada. Yəni, elə bir yol yoxdur ki, biz onu eləyək ki, aclıq problem olmasın. We are so rich. Biz çox zənginik. Companies have billions of dollars. Şirkətlərin milyonlarla dollarları var. Countries have trillions. Ölkələrin də trilyonları var. It is a real shame that people don't give enough to help famine victims. Deyir, bu həqiqi bir ayıbdır ki, ayıbdır ki, insanlar bu aclıq qurbanlarına kömək eləmək üçün kifayət qədər vermirlər. It is a sin. O günahdır. Sin burada günah deməkdir uşaqlar. Sonra victim qurban deməkdir. There is more than enough food in this world to feed everyone. Deyir, bu dünyada hər kəsi yedizdirmək üçün yəni kifayətdən daha artıq var. Yəni yetərindən daha artıq qida var. Yəni bizim ehtiyacımız olandan da artığı var. Government leaders, government hökumət deməkdir. Burada feed yedizdirmək, bəsləmək deməkdir. Government leaders need to tell the world why they let people die of hunger. Deyir, hökumət liderləri ehtiyacdır ki, dünyaya söyləsin ki, niyə insanların aclıqdan ölməyinə icazə verirlər. Let'in sinonimləri allow, permit. Hunger da aclıqdır. Even the United Nations can't persuade governments to give enough money to help the starving. Deyir, hətta hökumət deməli United Nations da, yəni Birləşmiş Millətlər Təşkilatı da bu hökumətləri deməli bu aclıqdan ölənlərə kömək eləməsinə, kömək üçün pul verməyə belə pul vermək üçün yola gətirə bilmirlər. Burada persuade nə deməkdir? Yola gətirmək, yəni ki, yəni pul versinlər də, başa düşürsünüz bu mənada. Yoldan çıxarmaq, yola gətirmək ki, bunu eləsin. Sonra starving acıdan ölməkdə, aclıqdan əziyyət çəkmə. Of course, əlbəttə. There are good governments and bad ones. Əlbəttə ki, yaxşı hökumətlər də var, pislər də var. Burada government sözünü təkrarlamayıbdır, ones-dan əvəz eləyibdir. Mən də sizə demişəm ki, biri var one, biri var ones. Ones sayılan tək isimləri əvəz eləyir, ones da cəm isimləri əvəz eləyir. Baxın, government-i burada ones əvəz elədi. Elə bilin ki, orada government-dir. Bu sadəcə olaraq qayıdıb government-i təkrarlayıb dildə ağırlıq yaratmaq istəməyiblər. The bad ones often let their own people starve. Məsəl üçün, pis olanlar deyir, tez-tez öz insanlarının acından ölməyinə icazə verirlər. Own öz şəxsi. The leaders steal the country's money. Və liderlər öz ölkəsinin pulunu steal eləyir, oğurluyur. Steal oğurlamaq deməkdir. Keçmişdə stole'du. Stole və stolen. Stolen. Bu t'dır. Stolen. Steal, steal, stolen. Deməli, stole, stolen. Qaydasız fe'li kökdən dəyişir 3 formada. Və davam edirik. Lider də bilirsiniz, rəhbərlər. Some countries have a famine, but their state TV tells people they are bumper crops. Bəzi deyir ölkələrdə aclıq var. Famine burada aclıq deməkdir. Bizim elə birinci dinləmizdə aclıqla bağlı idi. Elə bu da aclıqla bağlıdır. Bəzi ölkələrdə aclıq var, amma deyir ancaq onların deyir dövlət TV-ləri insanlara söyləyir ki, onların çoxlu məhsulları var. Amma əslində qidaları var. Əslində aclıqdan əziyyət çəkirlər. Bu bizim dinləməmiz. İndi keçirik tapşırığını işləməyə. Özüm ondan eləmişəm. Niyə? Çünki yəni daha çox inkişaf eləyəsiniz də. Məqsəd deyil ki, elə biz oturaq elə dinləməyə ciddiyə düşür, o qədər olsun sualımız. Birinci, what is the main idea of the passage? Mətnin əsas ideyası nədir?
Deməli, əslində azlıqdan danışır, baxaq. Famine is caused by natural disasters only. Deyir, azlığa təkcə təbii fəlakətlər səbəb olur. Belə bir şey deməyib. Bu çıxdı. There is enough wealth and food to stop famine, but people fail to help. Deyir, bu stop famine azlığı dayandırmaq üçün kifayət qədər sərvət və qida var. Ancaq insanlar bunu kömək eləmirlər. Gözləyirik bunu. The United Nations have solved world hunger. Birləşmiş Millətlər has solved dünya aclığını həll eləyib, yanlışdır. Rich countries don't produce food. Zəngin ölkələr qida istehsal etmirlər. Deməli, burada nədən danışırdıq biz? Dünyada əslində hər kəsin pulunun olduğundan, amma kömək etməməsindən. 1B. 2. According to the speaker, companies have. Deyir ki, bu speakerə görə, yəni dinləmədə bizə məlumat verən Natiqin dediyinə görə, şirkətlərin nəyi var? Pulu yoxdur demirdi. Çox az pulu vardı demirdi. Deməli, milyon dollara var, yoxsa billion dollar? Billion dollarları var idi. Why does the speaker say famine is a shame? Deyir, bu speaker niyə deyir ki, azlıq ayıbdır? Shame ayıbdır. Çünki pulları var, amma kömək etmirlər. There is not enough food in the world. Çünki deyir ki, kifayət qədər dünyada qida yoxdur. Yanlışdır. Countries are too poor. Ölkələr həddən artıq kasıbdır. Bu da yanlışdır. Farmers don't grow crops. Fermerlər deyir ki, məhsul istehsal eləmirlər. Yanlışdır. People don't give enough help to famine victims. İnsanlar aclıq qurbanlarına kifayət qədər qida kömək vermirlər. Bu doğrudur. Cavab C-dir. Deməli 1C, 2C, 2C oldu, 3C oldu. Davam edirik. Dördüncü testlə. Dördüncü testimizdə deyir ki, according to the passage, yəni verilən bu mətnə görə, there is enough to feed everyone. Hər kəs yedizdirmək üçün kifayət qədər nə var? Food var, qida var. What does the speaker think government leaders should do? Deyir ki, bu speaker nə düşünür ki, hökumət liderlərinin nə etməyinin gərəyi olduğunu düşünür. Produce more television programs, daha çox televizor proqramları istehsal etməyini, səhvdir. Stop trading with other countries, digər ölkələrin ticarət eləməyi dayandırsın, səhvdir. Explain why people are dying hunger. İzah etsinlər ki, insanlar niyə azlıqdan ölür. Close their borders, sərhədlərini bağlamağı, bu da yanlışdır. Cavab elə B bəndidir. Desinlər ki, yəni bu qədər qida varsa, siz deyirsiniz ki, bu qədər qida var. Niyə insanlar azlıqdan ölürlər? Baxırıq növbəti sualda. According to the speaker, the United Nations cannot. Birləşmiş Millətlər nə elə bilir? Persuade governments to give enough money. Yəni, hökumətləri kifayət qədər pul vermək üçün yola gətirə bilmir. 7. What do bad governments often do? Pis hökumətlər həmişə nə edir? Kasıb insanlara kömək edir, səhvdir. Share money equally, pulu bərabər şəkildə bölüşür, səhvdir. Let their own people starve, insanların acdan ölməsinə icazə verir. Import more food, import nədir, export nədir? Daha çox qida ithal eləyir. Import ithal eləməkdir. Bir də var export, export da ixrac eləməkdir. İxrac, eksport nə deməkdir? Yəni, sən öz ölkəndə nəyəsə yetişdirib xaricə göndərirsən. Məsəl üçün, biz nefti eksport eləyirik, göndəririk. Amma ithal nədir? İthal odur ki, sən xarici ölkədən nəyəsə gətirirsən. Sənin ölkəndə yoxdur. Bu getdi. 8. Why do some leaders steal their country's money? Niyə bəzi liderlər öz ölkəsinin pulunu uğurluyur? A bəndə baxırıq. To help poor families, kasıb insanlara kömək eləmək üçün. Sonra B bəndə, the passage doesn't say, but it presents this as corruption. Deməli, bu deyir, mətndə deyilmir, amma bu korrupsiyanı təmsil edir, doğrudur. To buy more food, daha çox qida almaq üçün. To support the United Nations, Birləşmiş Millətlərə dəstək olmaq üçün. Davam edirik. 9-cu sual. Deyir ki, what false information do some state TV channels give? TV kanallarının deyir ki, verdiyi yanlış məlumat nədir? Deyir ki, ölkədə hər şey var. Zera bumper crops. Çoxlu məhsul var ölkədə. Which statement is true according to the passage?
Mətnə əsasən hansı bəyanat doğrudur? Every government is good. Yəni hər hökumət yaxşıdır, yanlışdır. Hər hökumət yaxşı deyil. This is not enough food. There is not enough food in the world. Dünyada kifayət qədər qida yoxdur, yanlışdır. Some countries have famine although people are told crops are excellent. Deyir ki, bəzi ölkələrdə aclıq var, baxmayaraq ki, insanlar söyləyirlər ki, onların məhsulları əladır. Burada insanlar söyləmir məhsulların olduğunu, hökumət deyir. Bu da yanlışdır. Companies are poorer than governments. Şirkətlər hökumətlərdən daha zəif kasıbdır, bu doğrudur. Axırıncı niyə doğru oldu? Çünki burada deyir ki, companylərdə billions of dollars var, bunlarda trillions var. Demək ki, countrylərdə daha çoxdur, ölkələrdə daha çox pul